Salam dostlar, kanalımıza xoş gəldiniz. Mən Zəhra xanım və bugün Qarabağ Universitetinin Tibb Fakültəsindən olan tələbəmiz Doktor Fatma ilə bugün birlikdəyik və bugünkü videomuzun konsepti Qarabağ Universitetindəki Tibb Fakültəsi ilə Azərbaycan Tibb Universitetindəki Tibb Fakültələrini qarşılaşdıracağıq və onların avantajları və dezavantajlarından bəhs edəcəyik. Bu arada bu videonun məqsədi ixtisas seçimi zamanı tələbələrə dəstək videosudur ki, Azərbaycan Tibb Universiteti və Qarabağ Tibb və Sağlamlıq Elmləri Fakültəsinin arasındakı fərqləri, müsbət və mənfi cəhətləri bu videoda bildirməkdir. Biz bu videoda əsasən 3 sualı cavablandıracağıq. İlk sualımızla başlayaq. Dərslərin keçirilmə qaydası və dərslər necədir? Bu barədə məlumatlandırın. Tamam. Deməli, bizim təhsil sistemimiz spiral təhsil sisteminə əsaslanır. Bu nə deməkdir? Normalda bildiyiniz kimi biz tələbələri biz nə edirik? İmtahana son 2 gün qalmış hazırlaşırıq və son 2 gün qalmış hazırlaşanda da nəticələr çox da məlumdur. 2 gün öyrəndiklərimiz elə sabahsı gün yaddan çıxır. Belə bir şeyin qarşısını almaq üçün isə bizdə bir semestr boyu 2 dənə imtahan olur. Daha doğrusu 2 blok. Bu 2 blokdan nələr olur? Birinci blokumuzda blok ara imtahanı və blok sonu imtahanı olur və bundan əlavə olaraq da TCS imtahanı. TCS imtahanı nələrdir? Hər həftə də ola bilər, 2 həftədən biri ola bilər. Bu imtahanların məqsədi, məsələn, bir orqan haqqında öyrənirik, cinsiyyət sistemi haqqında və cinsiyyət sistemi haqqında heç bir məlumatın olmadan sənə, belə deyək, Loredildə ev tapşırığı verirlər. Və bu ev tapşırığı əsasən sənin heç bir fikrin olmadığı bir mövzu haqqında sən gedib açıb kitab oxumalısan. Bu 200 səhifə ola bilər, 300 səhifə ola bilər və sən həmin gün heç bir şey bilmədiyin bir mövzu haqqında imtahan verirsən. Bunun məqsədi nədir? Yəni daimi tələbə oxumalıdır. Gündəlik olaraq. Ən azından tibb tələbəsi. Tibb tələbəsi dediyim, yəni bütün ixtisaslara, tibb bacısı, tibb qardaşı, stomatologiya və tibb ixtisasları, bütün ixtisaslara aiddir. Ən azından bu sahəyə aid olan ixtisaslar mütləq davamlı dərs oxumalıdır. Buna görə də belə bir imtahan sistemimiz var. Belə bir sual verim. Siz məsələn gündəlik olaraq oxuyursunuz. Sizdən müəllimdən gündəlik olaraq dərs soruşurmu və ya bunu kontrol edirmi? Məsələn, eşər olurmu? Belə deyim sənə, əslində müəllim dərs soruşur deması bizə yoxdur. Bizdə bəzən var. Yox, bizə. Məsələn, 80 dəqiqə ərzində bizdə 3 müəllim olur. Bəzi panel dərslərdə bu 4-ə də çıxa bilir. Deməli, bizdə bir dərs ərzində anatomiya, biokimiya və histologiya, fiziologiya bunlar tədris olunur və dərsin sonunda da kliniki əlaqə ilə də əlaqələndirilir bu dərs. Belə deyə bilərəm ki, normalda 80 dəqiqə oturub dərs dinləmək çox sıxıcı bir şeydir. Amma hər dəfə 20 dəqiqədən bir, 15 dəqiqədən bir müəllim dəyişir və fərqli bir şey izah edəndə artıq tələbənin fokusu qalır. Həm də ki, bizdə məsələn sabahsı günüsü artıq bizim TCS imtahanlar olur. Ona görə məcbur oxumalısan. Oxumaqda başqa çarən yoxdur. Kitablar barədə. Mən kitablar barəsində qısa bir məlumat verim. Bizim kitablarımız Azərbaycanca deyildir, təəssüflər olsun. İndi ingilis dilinə maraqlanan tələbələr deyil, bəzi tələbələrin həqiqətən də ingilis dilində problemləri ola bilər. Çünki çox normaldır. Siz ilk 2 ay intensiv şəkildə ingilis dərslərindən tədris görürsünüz. Bu ingilis tədris 2 ayda bitmir. Davamlı olaraq 1 il ərzində intensiv ingilis dili, praktik ingilis dili dərsində tədris görürsünüz. İlk kurs ərzində ingilis dili full. Bəli. Qaçış yoxdur ona. Bəs belə bir sual verim. Sıfırdan ingilis dili biliyi olan, yəni sıfırdır. Var idi. Bəli, var idi. Amma o, yəni uğur qazana bilər yenə də. Bizdə elə uşaqlar var, həqiqətən, Rus sektoru. Progresini elə gördüm ki, onlar sıfırdan B1-ə qədər gəldilər. Yəni bu həqiqətən də uğurlu bir nəticədir. Sıfırdan B1-ə gəlir. İndi biz bu il tədrisimiz ingilis dilində olmadı. Genel isə, belə deyim sizə, doğru dildə 50% ingilis dilində, 50% Azərbaycan dilində. Bu nə deməkdir? Yəni seminarlar ingilis dilində olacaq, amma qrup dərsləri isə Azərbaycan dilində olacaq, tədris olacaq. İndi kitablar barəsində demək istəyirəm. Kitablarımız türkcə və ingiliscədir. Kimə nə uyğunsa onu oxuyur, amma türkcə tərcümə mənə çətin gəlir. Nəinki? İkinci vaxt klassik belə qəşəng deyil. Eyni kitabın türkcəsi var, ingiliscəsi var. Terminlər eynidir, cümlələri aynı. Amma cidden İngilizcə daha rahatdır. Gedib İngilizcə oxuyuram. Mən ilk dəfə türkcə səhv elədim oxumağı. O qədər ağır gəldi mənə. İndi gələn il oxuyacaq tələbələrə məsələn. Türkcəni bildiyin halda o sənə ağır gəldi, amma ingiliscə... Eynən. Çünki bir kitabın tərcümə səhvə çətin gəlir insana. Yəni siz gedib İngilizcə oxuyun, mənim səhvimə düşmür. Bəs onda sizdə belə baxdığınız zaman ilk kursda hansı fənlərdə tədris olunur? Hansı fənlər? Bəli. Biokimiya, anatomiya, fiziologiya. Bu 3 fən? Təməl olaraq bundan əlavə 5 xəttimiz var bizim. 5 xəttlərdən birincisi science xəttidir. Science xəttim dediyim elə anatomiya, fiziologiya, biokimyadır. Əlavə olaraq da
əlaqədir. İkinci fənim isə CBA-dir, Community Based Education. Üçüncü Research xəttimizdir, dördüncü Skills xəttimizdir. Beşincisi də Art and Humanities dərsidir. Bu qədər. Yaşay. İndi biraz da ATU barədə məlumat verim. ATU-da necədir vəziyyət? Bizdə Bologna təhsil sistemidir. Yəni belə deyim, bir semestr boyunca siz midterm verirsiniz bu semestrin ortası zamanı. Verdiyiniz midtermdə tibbi fənlərdə 40 bal üzərindən dəyərləndirilir. Amma qeyri-tibbi fənlərdən isə midterm keçirilmir ilk kursda. Hər semestrin sonunda da bizdə sessiya imtahanları olur və sessiya imtahanları da tibbi fənlər üzrə 50 bal üzərindən dəyərləndirilir. Amma qeyri-tibbi fənlər üzərinə 90 bal üzərindən dəyərləndirilir. Qalan geridə 10 bal boşluq qalır. Həmin o 10 bal da müəllimlər sizin sərbəst işlərinizin nəticəsində verirlər və sizin bu ümumi ballarınız toplanır və əgər 51-dən yuxarı keçə bilirsinizsə kəsilməmiş sayılırsınız. Fənlərə gəldikdə isə birinci kurs boyunca biz ilk semestr müalicə profilaktika 1 fakültəsindən söhbət gedir. Fənlər olaraq keçirik deməli tarix, anatomiya, histologiya və bu ikisi tibbi fəndir. Bunu siz ikinci semestrdə də keçəcəksiniz. Daha sonra xarici dil, xarici dil olaraq da ingilis dili, rus dili və yaxud da alman dili seçim imkanlarınız var. Qeyri-tibbi fənlərdən söz etmişkən Qarabağdakı qeyri-tibbi fənlərdə? Qeyri-tibbi fənlər bizdə ingilis dilidir. Bu arada siz ingilis dilindən ilk imtahan verəndə sizi səviyyənizi ölçmək üçün bir imtahana girirsiniz. Sentyabrın əvvəli səviyyənizə uyğun qruplara yerləşdirirsiniz. A1, A2, B1, B2 belə. Bu qruplara yerləşdirirsiniz, ona uyğun təhsil görürsünüz. Bundan əlavə olaraq da siz tarix dərsi keçirsiniz. Bizdə də var. Qaçış yoxdur. Qaçış yoxdur. Ondan sonra ADKB keçdik. ADKB? ADKB. Ha, aysa. Bizə ki ADKB deyirlər, mənlərə də bilirəm, amma eyni dərsdir. Amma ki, bir də ki, gələn ildə inşallah bioetika keçəcək. Belə. Eynən. Bizdə də elə bil qeyri-tibbi fənlərdən qeyd etdiyim tarix idi, sonra xarici dil idi. Bunun yanaşı MPF1, həmçinin bioetika. Biz bioetika keçmişdik seçim fənlərindən. Multikulturalizm və fəlsəfə də var. Üçündən biri hansı sizə düşsə onu keçəcəksiniz. Bir də biologiya da var idi bizdə ilk semestr. Bəli, biologiya da var idi. Eynən. Və məktəb biologiyası kimi idi, yəni təsəvvür elə. Yəni aşırı qəşəng bir şeydi. Mənim o semestr ən sevdiyim fən idi. Aynur müəllimə sağ olsun. Aynur müəllimə belə Bəli, buradan sevgilər bu arada. Bizim müəllimimiz olub, hazır müəllimimiz. İkinci semestrdə isə MPF1-lərin keçdiyi fənlərə bunlar aiddir. Yəni anatomiya, histologiya var. Öz yerində ADYAK var, xarici dil yenə var, informatika var, daha sonra var, informatika var. Biz informatika keçirik. Excel yazırdıq. Bizdə research-dədir bu arada. Excel yazmaq falan. Biz Excel Jamon və yazırdıq. research. Ay, sağ ol. Buradan research müəllimimiz. Hamıya burada. Kliniki bazarı da var idi, unutmadımsa. Bir də mülki müdafiə var idi. Bəli, bu fənlər var idi bizdə. 7 fən idi. İkinci semestrdə 7 fən var idi, birinci semestrdə 6 fən var idi. Müalicə profilaktika fakültəsi ikincidə isə biz növbələşirik. Məsələn, bizim birinci semestrdə keçdiyimiz fənlər onlar ikinci semestrdə keçir. Onların birinci semestr keçdiyini biz ikinci semestrdə keçirik. Belə yəni bu fakültələrdə bu Gərək onda 45-45 bölmək. Eynən. Elə vəziyyətə qarşı olmaz. Sağolunuz keçirsiniz. Eynən. Bəli. Təhsil sistemi barəsində bir əlavə bir şey eləmək istəyirəm. Buyur. Normalda biz tibb bacıları və tibb qardaşlarımızla birlikdə dərs keçirik. Dərsləri anatomiyanın Fakültələr falan gelib keçirsiniz. Bəli, hamısı. Bütün dərslərimiz birlikdə. Bəzən bizdə də birləşir, olur elə şeylər. Bütün dərslərimiz 5 fən işlər. Hamısını. Ona maraqlı. O barədə də məlumat vermək istəyirəm. Tibb bacı və tibb qardaşlar ixtisasına Azərbaycanda bilirsiniz, çox belə deyim, barmaq arası baxılır. Məsələn, ATU-da olan tibb bacılarının aldığı təhsilə görə, belə deyim sizə, tibb bacıları və həkimlər arasında yaranan anlaşılmazlıq nəticəsində daha çox həmişə xəstə əziyyət çəkir. Və bunun aradan qaldırılması üçün də CBA olsun, research dərslərində olsun, ya art and humanities dərslərində olsun, birlikdə tədris görürük. Ona görə məsələn biz bir qrupda 5 nəfərik. Mənim qrupumda 2 dənə tibb bacımız var, çox sevəm onları. Sənədə tibb ixtisasında oxuyan qrup yoldaşım var. Deməli biz onlarla birlikdə məsələn xəstə daşınmaları, onlarla birlikdə necə işləyirik, iletişim onlarla qurmaq, hamısını birlikdə. Yəni ona görə tibb bacıları həkimlərlə bir yerdə dərs keçir. Məsələn, onlarla bir klinikada işləsəm, necə vəziyyət çəkmərəm iletişim konusunda. Daha çox məsələn ki verirsən də xəstəxanalarda tibb bacıları, həkimlər arasında yaranan anlaşılmazlıq var. Belə deyim də tibb bacılar gələcəyin həm sadəcə tibb bacısı deyil. Onlar rezidentlər oxuyaraq belə deyim idarəçi ola bilirlər, baş tibb bacısı ola bilirlər. Yəni onların qapıları çox açıqdır, amma Azərbaycanda bilirsiniz çox ixtisas kimi böyük ixtisasla barmaq arası baxırlar. Amma ən azı mən öz oxuduğum fakültədən deyirəm ki, onlara çox dəyər verilir. Ona görə də məsələn Qarabağ seçmək istəyən tibb bacıları məsələn oxuduğu ixtisasdan olur, utanıb sıxılan olur, amma heç çox elə olmasın. Yəni çox dəyər verilir və çox
universiteti də həmçinin tibb bacısı ixtisası var. Yəni onlar da həmin bizə demək olar ki, oxşar dərslər keçirlər. Həkimlər oxşar dərslər keçirlər deyə məncə çox fərq olmamalıdır. Yəni sadəcə fakültə olaraq fərq var və təbii ki, bəzi əməliyyatlarda, prosedurlarda fərq ola bilər. Amma bu demək deyil ki, onlar həqiqətən də daha az təhsillidir, daha az funksiyaları var, təbii ki, elə deyil. Bəli. Yəni tibb universitetində istər olsun, istər Qarabağda olsun, yəni tibb bacısı da özlüyündə həqiqətən də yaxşı bir fakültədir. Seçim üçün yaxşı bir fakültədir. Keçək ikinci sualımıza. İmtahan sisteminin müsbət və mənfi cəhətləri. Yaralıyıq biz. Biraz bundan bəhs edək. Qarabağdan başlayaq. Birincisi başlamaq istəyirəm bu TTS imtahanlarıyla. TTS imtahanları, belə deyim, yüklü bir dərəcədə bala təsir etmir. Amma ki, onu oxumasanız, blok sonu kimi imtahanlara girəndə gərək 2 ay əvvəldən oturub hazırlaşmağa başlayasınız. Elə bir səhv etmir uşaqlar. TTS-yə də hazırlaşın. Sınavı nə demək bu? Tərsinə çevrilmiş sistem, tərsinə çevrilmiş sinif. Bu deməkdir. Bu nə deməkdir? Məsələn, biz otururuq imtahanda, hərəmiz öz qrupumuzda oturuq, 5 nəfər deyilik, 5-imiz bir qrup, 5-imiz bir qrup, 90 nəfər bir eyni pataqda olur. Və həmin uşaqlar bilirsən necə, 5-imiz bir oturmuq stulda. Birinci fərdi imtahan veririk, 20 dəqiqə falan, sonra 20 dəqiqə sonra isə çönürük, 5-imiz qrup imtahanı veririk. O sinifdə var idi, bir ara qrup şey deyirlər məktəbdə, sonra da partan çevirir, o tərz. Eynən, 5-imiz birlikdə imtahan veririk. İndi gəl ki, sən o qrupda bir sualın cavabını sən səhv deyəsən. Bütün qrup səndən düşmən olacaq, hə? Zarafat yana da o insanı zorbalasaq da, qrup yoldaşlarım çox sevir. Bəzən mənim dediyimə görə qrup balaşa düşür, bəzən mənim dediyim yazılmadığına görə qrup balaşa düşür. Amma yenə də bu da komanda işi. Əslində nə öyrətdilər bizdə? Bu çox yaxşı bir şeydir. Biz ilk tədqiqimizdə qrupda o qədər kaos var idi, uşaqlar. Amma siyarı bulaşmır. Mən düzəm, sən düzsən, sən düzsən, sən düzsən. Bildik, amma indi qrupla onda yaxşı işləyirik. Çox yaxşı bir şeydir. Məncə bu qazandırdı. Müsbət cəhəti mənfi cəhəti. Anlaşılmazlıqlar ola bilər, küçüklər ola bilər, mənfi cəhəti. Müsbət cəhəti isə birlikdə işləməyi öyrənməkdir. Nəticədə sosial bir bazar qazandırdı ki, sən qrupla işləyə bilərsən, yoxsa yox. Ondan sonra blok ara imtahanımız var. Blok ara imtahanı. Rahat görünsə də uşaqlar rahat deyil. Blok ara imtahanları mənə görə deyirəm, blok finallarından daha çətindir. Bir şey deyim bizdə deyilədir. Midterm sessiyadan daha çətindir, həqiqətən də. Bizdə deyilədir. Və həll edəcəksiniz, blok araymış, blok final deyilmiş, mən ona bizdə deyilədir. Mən onu bir ilin sonunda qərar verdim. Ondan sonra isə mənfi cəhətdir, uşaqlar. Bizdə bir il boyunca kəsilmə söhbəti olmur. Kəsilməyəcək. Bu üstəyə bir şey, kəsilmirsiniz. Siz blok finalda 0 alın. Bir il siz rahat oxuyacaqsınız. Rahatınız harada tutarır? Sizin əgər 4 blokunuzun ortalaması 71 olmasa, siz il sonu imtihanda qalsınız əzizlərim. Il sonu imtihanda qalın. Həqiqətən də, yəni ən yaxşısı da nədir? Əvvəldən oxuyun inşallah. Ən azından fakültədə bilirəm ki, elə bir söhbət ola bilər. Bəli, çox. Mən denəyən insan olaraq deyirəm. Bizdə də elədir və həqiqətən birinci kurslarda elə özümüzlə qarışıb, elə bir şey rahatsız gəlir ki, adama, bəli. Əvvəldən oxumursan, elə adaptasiyaya falan özünü adayırsan falan, amma imtihana gələndə ayılırsan ki, uşaya vəziyyət o deyil. Yəni həqiqətən də buradan birinci kurslara bar-bar səslədirik ki, əvvəldən oxuyun. Onlar əvvəldən oxuyun. Həm bu gələn illərdə siz lazım olacaq, həm də ki, yəni imtahanlar arasından kəsilməzsən də. Mən dediyim imtahanı 71-i keçməsəz, il son imtahandan qalırsınız, orada da 5 fəndən imtahan verirsiniz, eyni vaxtda 100 suallıq qalmır uşaqlar, eləmir. Elə bir səfər eləmək xahiş. Keçməsəz də 8500 verib, yenidən birinci kursa bir il daha əlavə edə bilərsiniz tələbə yəlatı. Ona görə də eləmək. Deməli, üçüncü sualımız, universitetdə keçirilən mövzuların sonraki karyeraya, yəni rezidentul hazırlığı dərəcəsinin təsiri. Təsir barəsində belə deyə bilərəm ki, siz ən azı mənim dediyim kitablar dünyada tədris olunan kitablardır. Ona görə də bir məlumatdan əksik qalasınız, belə bir söhbət ola bilməz. Həm də ki, mən bildiyim qədərilə rezidentura imtahanı həm sənin oxuduğlarımızdan əlavə xəstəyə yanaşma falan çox önəmlidir. Və bizim fakültədə bunların hamısı 6 il boyunca istəsəniz də, istəməsəniz də keçəcəksiniz. Əmin olun, həyatınızda çox önəmlidir. Xəstəyə necə yanaşmaq lazımdır. İndi həkimlərdən görürük özümüzdə. Xəstəyə o qədər bərbad yanaşırlar ki, mənim öz başıma da gəlib bərbad yanaşmalar, etinasız yanaşmalar o qədər çoxdur. O xəstə özünə inamı deyilir. Əslində bir həkimin biliyi qədər də onun insanlığı, xəstəyə duyğu, sempatiya, empatiya hisslər o qədər önəmlidir ki, siz xəstəyə onu sağaldacağınızı inandırmalısınız. Siz xəstəyə onu yenidən necə deyim,
özgüvəni qazandırmalısınız. Yoxsa xəstə gəlir, belə konteynerlə məşğul, sənə bu dərmanı yazdım, sonra öz necə deyim, asistanına deyib ki, ged onu bir ən bu altını yoxla, mən öz başına Belə gələcəm. soyuq yanaşmalar həqiqətən də xəstənin əksinə həkimlə əlaqəsini zəiflədir və müalicənin effektində azalmağına daha imkan verir. Ona görə də Ona görə də məsələn belə prosedurları zaten xaricdə, rezinaturada səndən tələb edirlər. Hətta bunların hamısı tədris olunur. Belə bir şeydən əziyyət edəcəyinizə inanmıram. Rezinatura toxumaq barəsində yəni heç birinizin bir qaranlıq tərəfi olmaz. əksiliyi olmayacaq. Əksiliyi olmayacaq, yəni ən azından təsir var sizdə. Bu qalan proseduru mən deyə bilmərəm. Onu 6 il sonunda, yəni ən azından mən də görəcəm. Digər tələbələrimiz üçün. 6 ilin sonundakı o imtahanlar nəticəsində bir oradakı balımızın da hara düşdüyünün önəmi var. Və eynən o imtahanın nəticəsində artıq bilirik ki, biz nə həkim olacağıq. Arası bağlı bilirəm. Təxmin edir, 70'dir. 70 Məncə hara. illər sonra karyologiya. Qəşəng, sən mən nə kimi olaram? Ginekolog. Mən bilirəm, eynən çox uzun deyim, amma ginekologiya xüsusəndə. Mənim O var. çox güvənli vibe verir. Uşaqları eynən ola bilər bu arada, o da havalı. Gələcək kardiologu. İndən gəl bunu yaza bilərsiniz. Garantiya verirəm. Kiçik suallarım olacaq, əlavə olaraq. Sizin kitabxanalarınızı çox tərifləyirlər. Aşırı dərəcədə tərifləyirlər. Lüks kitabxanalar, hər şey və s. Təsdiqləyirsən mi bunları? Belə deyim sizə uşaqlar, bizim özümüzün, Akutərin özünün kiçik bir kitabxanası mövcuddur. Amma biz özümüz Qarabağ Universitetinin kitabxanalarına istifadə edirik. Qarabağ Universitetinin öz kitabxanası var və İqtisadiyyat Fakültəsinin öz kitabxanası var. Bizim gilimiz İqtisadiyyat Fakültəsini keçir. O qədər gözəldir ki, yəni böyük, fərah. Çox sevirəm və mən 6-cı blokumu da orada hazırlaşmışam. Çünki bizim öz fakültəmiz bizi keçib dardı. Yəni təhsilimiz keçib dardı, tədrisimiz. Ona görə də kitabxana tamamilə boşdur, sakitdir. Belə deyim, kitabxananın özünün kompüterləri, ayrıca otaqları, qrup iş otaqları, yəni qapının kilidi özünün otur. Rahat belə. Rahat, sakit. Əvvəldən amma əlbəttə ki, kitabxanasından icazə alınmalısınız, bildiriş alınmalısınız, ondan sonra isə Amma ən azından belə istədiyiniz vaxt rahat belə girib yataqda otura bilirsiniz də. Bəs sosial ortam falan necədir? Bəs orada məsələn, təbii ki, uşaqlar yataqxanalarda qalırlar, valideynlərdən ayrı bir şəraitdir. Belə əyləncələr falan düzənləndirmir, belə orada bəhs elə. Belə deyim sənə, mən Discordda görmüşdüm, bir tədbir təşkil etmişdim mən. Eynən, var idi. Buradan pampaya Konsert olanlar. Mən onunla birliktəydim, fashion'daydık ikimiz. Çox gözəl idi, onu görmüşdüm, aşırı qəşəng idi. Onu bura əlavə edərəm bu arada, çox qəşəng. Canım arkadaşımdan papayla. Onunla hazırlamışdı İngiliz dilində. Təqdimat idi sanki, amma fashion bu arada. Fashion bu arada. O qədər balaca bir yana Çox qəşəng idi. Belə deyim, çoxlu məsələn həmin qız rəqsdə iştirak edib, Bakıda gəldilər, Heydər Əliyev sarayında iştirak edildilər. Yəni elə aktivitelər çoxdur. Çoxlu klublar var, olsun kitab klubu olsun, astronomiya olsun, hüquq klubu olsun. İstəyənlərə qoşula bilərsiniz uşaqlar. Belə deyim, ödənişsizdir. Ən çox soruşulan sual bilirsiniz, tələbə olaraq nə edəcək? Uşaqlar, mən Bakıda 18 il vaxt keçirən bir insan olaraq deyə bilərəm ki, mən ildə 2 dəfə ya 3 dəfə mola gedən bir insanam. Paltar almaqdan başqa, ya sinemadan başqa. Bilməm nəyə sal belə, yəni mol var yoxsa uşaqlar, mol yox. Mol yoxdur. Lütfən, O tələbəsi. glamur həyatı məncə bir müddətli yoxdur. Tələbəsi, sən hər gün mola gedirsən. Mən glamur həyatı. Ömrüm mənim gənclikdə qalır deyirsən. Gənclikdə qalırsın uşaqlar, hamı gənclikdə qalır. 28-də qala-qala bayağım modadır yəni, asıl deyil. Amma Qarabağda belə məsələn, yaxşı yerlər falan, oturub məsələn çıxırsan, istirahət eləməyə var. Restoranları var, hamısı var. Məsələn, biz özümüz qrupu təşkil edirik, ya piknikə falan gedirik, Şuşaya falan. Yəni biz özümüz onu təşkil edə bilərik. Əslində tamamilə o sizdən asılı olan bir şeydir, sizin mentalınızdan. Hə, mən Qarabağa düşdüm, heç yerə çıxmayacaq, əlbəttə keçir, tapmayacaqsınız uşaqlar. Məsələn, belə deyim sizə, sinema zalı yoxdur. Bu bir. İkincisi mol falan yoxdur. Bulvar yoxdur uşaqlar. Yaralı yerimdir, yaralı. Bulvar yox. 28-də evi olmayanlar üçün çox da böyük problemdir. Məndən problemdir var. Bildiyim qədər 4-də çıxırsınız. 3-də 4-də sırf hər gün mola bu arada şey deyirik. Tez-tez. Siz bəs moldan başqa... Mol yoxdur, hara gedirsiniz? Tutaq ki, dərs bitib çıxmalısınız bir yerə gəzməyə. Çıxırıq. Arası. Parka gidirik. Məsələn. Yəni özümüzün aktivitelər olur bu arada. Məsələn,
Bu evdə bilər nə qədər bir ay falan vaxtımız getdi onu hazırlamağa, birlikdə həmişə vaxt keçiririk. Əsas məsələ birlikdə vaxt keçirməkdir. Belə düşün ki, mən bir evdə 6 qızla qalıram. Aşağı qonşularda olan qızlar məncə yəni buradan Türkiyəyə də salamlar. Aşağıda əmniyyəti qalır. Onlarla birlikdə oluram. Bir də mənim ən yaxın podruqam var, Fatimə. Yəni onlar mənə bəs edir arkadaş. Yəni məsələn yuxarı çıxırlar birlikdə oturub balkonda. Ortam edirlər, ortam var. Samavar keyfi, qeybət keyfi. Hər şey var. Hər şey. Bir dənə problem ola biləcək mövzu nədir? Düzgün otaq yoldaşı. Otaq yoldaşını çox əziyyət çəkənlər görürəm. Təsəvvür et bir insan 6 il birlikdə qalırsın. Mənim otaq yoldaşım dünya tatlısı biridir. Yəni, sizə də elə otaq yoldaşı arzulayıram. Otaq yoldaşınız pisdirsə, sizə belə bir tövsiyəm var ki, kirayə evlərə çıxın. Qarabağda var elə imkan. Hə. Doğrudan açın, bütün kirayə evlər falan yoxdur. Yəni, elə bir imkanınız da ola bilər. Amma mən məmnunam arkadaşlar, öz oldu tamam. Yataqxanada. Mən çıxmaq istəmirəm, mən çox sevirəm, otaq yoldaşımı çox sevirəm, adı Leyladır. Burasına şeydə, bir də ən yaxındasın Fatimə var, onunla bir evdə qalıram. Təsəvvürlü Bakıya da gəlirəm, onu görürəm. Ay, laf gözəl. Yəni, istəyirəm, mənim tubatıdır. Amma ki, elə insanlar adam ürəyi sıxılır. Umarım siz elə bir qoparsınız. Nəsib olur, yəni bu şans məsələsidir biraz da. Şans məsələsi inşallah, yəni hamı elə olacaq bir şey yoxdur. Doğrudur. Ona görə şans dilərim. Videomuz bu qədər idi. Fatımaya buradan çox təşəkkür edirəm. Dəyərli məlumatlar üçün həqiqətən çox xoş video oldu. İnşallah seçimdə iştirak edəcək abituriyentlər üçün də faydalı bir video olmuşdur. Və unutmayın ki, hansı universiteti seçirsinizsə seçin, yenə də tibb ixtisasını bitirib inşallah həkim adını qazanacaqsınız. Bu videomuz bu qədər idi. Növbəti videolarda görüşənədək sağ olun.